Hər kəs salamız dostlar. Mənim adım Anardır. Biz bugün Roblox haqqında video çəkəcəyik. Yox, klik oyunu yox falan, eləsi oyunlar yox. Bugün mən sizə Formula 1, məncə siz bilirsiniz Formula 1'i. Biz bugün Formula 1'in ən qəşəng oyunlarını göstərəcəm. Burada gördüyünüz kimi bəziləri var, amma onlar biraz qəşəng deyil. Mən bugün sizə qəşənglərini göstərəcəm. Əgər siz mənə başa düşdünüz, Formula 1 nə deməkdir? Formula 1 yarış maşınlarıdır. Baxın, məsələn, buradakı şəkildəki şeydir. Əgər siz buraya yazsaz, Formula 1, baxın, onda beləsi oyunlar çıxacaq. Beləsi. Amma bunlar da biraz maraqsızdır. Mən sizə ən qəşənglərini göstərəcəm. Burada onlar o qədər də populyar deyil, amma çox qəşəngdir. Birinci bizim formula oyunumuz olacaq. Adı Formula F8 Racing Roblox. Deməkdir ki, oyun Roblox'un öz şeyidir. Gəlin birlikdə baxaq nətər oyundur. Bu oyunu mən biraz oynamışam. Sizə deyə bilərəm, qəşəng oyundur. Keçmiş vaxtların maşınlarıdır. Biz bunu birinci hara istəyirsiniz basın, onu başlayacaq. Siz burada nə istəyirsiniz eləyim? Oyunu başlamaq üçün drive basmaq lazımdır. Sonra bir dənə gözünü bütün açılsın. Sonra mışqayla biraz belə tərpədirsiniz. Haranı istəyirsinizsə orada sura bilərsiniz. Məsələn, Suzuka'da, Monaco'da çoxlu yerlər var. Mənim ən sevdiyim Gəl Monaco oynayaq. Monaco ən bəyəndiyimdir, çox qəşəngdir. Gəlin birlikdə baxaq. Nətərdir? Bugün çalışacağım, biraz çox oynayacağım. Şimdi biraz gözləməliyik. Mən nə dəfə girəndə o qədər gec açılmırdı. Bəlkə arsa basmalıyam. Niyə mən? Boz ekran. Karadan boz. Şu açıldı. Sonra burada deyir ki maşın seç. Burada Game Pass bu Roblox'ludur. Bilirsiniz də məncə. Game Pass'da belə nə bilim çoxlu bir komanda. Onlar da çox güclüdür. Onlar da tez sürətlidir. Beləsi yerdə switch car. Bu switch car deməkdir ki, maşınlar seç. O buradır. Return to the my menu. Bayaq oyun video başlayanda ilk girəndə oyuna. O gördüyünüz yerədir. McLaren, bu McLaren komandadır. McLaren'a basın. McLaren istedim. Birinci başlayanda pit stop'tan başlayırsınız. Monaco'da başlanğıc sağ tərəfdədir. Burada qəşəng şeyim odur ki, maşın o qədər sürətlidir. Maşın sürür, həm başa baxsaz qaza basanda gedir. Tormuza basanda qabağa gedir. Əgər biraz sürtünsək, adamın başı gedir qabağa. Bir daha hansı tərəfə rulu versək, adamın başı ora gedir. İkincisi pis vəziyyət odur ki,
yarışlar birden olur. O birisi de şeydi. Tekerler değişmiyor. Her dəfə teker bu. Ben nəsə çox zəifləmişdim. Səhərdən düşünürəm. Ama qəşəng oyundu. Eğer siz gaza elədinizsə, sizə belə şey deyəcək. Switch team deməkdir ki, komandanı dəyiş. Mən də komandanı dəyişəcəkdim. Yəni şey. Burada McLaren dediyim kimi Williams var. BMW Saber var. Ferrari, Fastari adım bilmem. Forgeray, Honda, Nanault, Red Bull, burada Red Bar Racing, Red Bull, Super Agro, Toro Rosso, Ford komandası, bilmem niye belə, Toyota. Ben indi girəcəm BMW. BMW. Bam amdalı. Şu başladık. Sağa dönürüz. Hem burada kameranı da değişmelidir. C düğmesine basan kimi belə olur. Belə olur. Biraz. Ben niye bura basır? Beləsi. Bu ne bileyim. Ha. Ben sevdiğim belə. Belə süper. Ses gəlir. Neyse. Hayır arkadaş. Ama şey oyundu lan. Monaco'da əslində tər idisə elə qurublar. Və qəza şeyini çox qəşəngliklər. Qəşəngdir də, cızılma qəşəng. Oy. Da maşınlar toqqaşa bilir. Bu birinci qəşəngdir. Və döngələr çox qəşəngdir. Onlara yarışmalar red olabilir. Serverin özü vaxt istəyirsə o vaxt olacaq yarış. Əsl kimidir? Desəz ki, sən nətər sürürsən, mən düymə ilə sürürəm. Rulum yoxdur mənim. Rullar professionaldır. Mənim dostum deməyim, qohumumdur. Onda əsl rul var. O hər gün oyunları oynayır beləsi. Hər gün beləsi oynayanda onu seçir. Rulla oynayır. Baxın, burada Monaco'nun Pre-X'i yalandırmadı. Baxın, açdım, getdim. Girdim içine. Ora giriş. CC warning. Time elementin. Deməkdir ki. Deməkdir ki. Adı nədir? Deməkdir ki, vaxtınız sıfırlandı. Bir dəfə bütün dönək. Bir dənə Monaco'nun Pre-X'ini. Dönək, sonraki oyunu keçək. Ay. Bu bilmədən olur. Gerek. Ben biraz yavaş çalışacağım, geleceğim. Hiç içimi gazı ellemeyeceğim. Bayaqki çalışdım, əllədim. Çünki görmədim. Başqa yerə baxırdım. Saxla. Çox getdim.
Belə burada bayaq çaşdım. Burada biraz çətindir mənim üçün. Heç nə olmaz, keçsin. Demədi, cəzə warning demədi. Baxın, burada bayaq qəzəllədim. Burada yavaş keçirim. Getdi. Aa! Neydi? Mən Manakka Prex'i bilmirəm. O qədər də çox Manakka'da sürmürəm. Ay, gəl. Ay! Nə ağarır? Belə. Sona çatırıq. Burada pit stopa gediş var idi. Bayaq Manakka şəkilləri olan. Və keçdik. Neçə saniyə? 1:53. Bu hələ birinci oyunuydu. Gəlin keçək ikinci oyuna. İkinci oyunumuz məncə bundan da daha da maraqlıdır. Çünki orada əsl pit stop kimidir. Birinci bu Formula F8 idi. Sonra bu olacaq. Avstraliya o adı elədi. Sonra bu olacaq. Bu yox, bu olmayacaq. Sonra bu olacaq, bu da sonuncu olacaq. Bu sevdiklərimdən biri. Adı Formula 2026 Racing Roblox. Burada əsl pit stoplardır. Burada birinci sizə deyir ki, belə deyir. Social Team Sneak. Driver yoxsa Pit Crab. Mən gəlin seçim. Drivers. Mən seçdim. Mən driver'ım. Burada garaja bassaq. Burada puldu. Əsl deyil, yalancıdır. Məsələn, mən bu oyunu oynamışam. Mən 200 minlik maşın almışam. Burada getdikcə gücləşir. Məsələn, bu R2, bu əsl maşınlardır. Məsələn, beləsi, bu vəfşi əsəldir. Ən sonunda bu nədir? Ən sonunda beləsi. Bu NASCAR'dır. Yox, bu safety car. Gəlin seçək, başlayaq. Birinci qaraja basırıq. Gedirik yuxarı. Siz başlasınız, ən birinci bununla başlayacaqsınız. Onlarla eləyəcəksiniz. Buna basırıq. Birinci başlayanda pis odur ki, hard təkərlə özür. Bilməm, dəymək var burada. Hayır, yox, dəymək. Sən təkərlərə deyil. Sürə bilsəm. Bəs deyim. Heç edə bilmirəm, mən. İnsanlar. Sür. Yaşınızda. Sür de sür. Bəsdir. Sen maşını çökmedin. Ne getmək olur? Bura getmək olmur. Gedək yarışlardan. Burada dediğim kimi əsəbli stop kimi spawn. Burada siz seçə bilmirsiniz də harda oynayacaqsınız. Burada
hamınınki özünkülü seviyordu. Ben sıra arzu gedən kimin təkəri burada C düyməsine basırıq. Size deyir hansını seçsiniz, mən softu seçəcəm çünki ya da dəyişək çünki indi yağış yağır. Evet, kötü. Basırıq. Çok. Bunu da getir. Bunu getir. Bunu getir. Mavi renk beklemeli. Ay, niye böyle sürüşkendi? Çok sürüşkendi. Sürüşürüm. Oy, sürüşürüm. Oydu. Burada tracing representation adı böyle yalandan da hiç geçmiyor. Burada çok sürüşkendi. Adam yedirdi değir doğru. Üstüme gaz verir. Hiç korumuyor bu tecrübe. Ay. Ay. Ay yalnız. Yeter. Ay. Burada yağış vaxtına. Çok uzatırım. Ay. Ay. Dayan. Yeni sözlerim yaxşı qutarsın. 100% yağış yağır, bu da yazılır. Nerede? Yağış vaxtını düşün. Yağış vaxtında çok zaten de. Nerede sürüşürüm? Ciddi sakın sakın. Sürüşürdüm. Karlı yağış. Yağışından yedirdim göğe. Yağışından göğe girdim. Bu ne tür olur? Ay 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 ay. Ay saniye. Ay. Ay. Nerede bu? Bu yarış oldu.
Sabah gəlin çıxaq bir oyuna girək. Yaxşı olmur bu. Hey! Girək bir oyuna. Bu oyunun adı Formula Racing 2013 Rebel. Bu 2013'ün oyunudur. 2013'ün vaxtı. Burada pist diyordu ki yarış pulludur veya Hyperbox. Burada 5 oyuncudur. Ben Monaco'nu seçirəm. Seçirsiniz. Deyəcəksiniz ben maşın. Ben de bilmem nətər. Maşın məncə indi deyəcəklər. Maşın. Yok. Burada spawner. Pit stop. Dondu hemen nəsə. Onların tekerler görünüyor. Burada asıl pit stop kimdir? Böyle şeydirler yoksa böyle ne bileyim. Yüz vardır. Şimdi spawner'a basak oynuyor. Başlıyor. Spawner göreceğiz. Yani oyun bütün yüklensin. Açıldı. Burada Red Bull, McLaren, Mercedes, Lactus, Ferrari, Indyar, 2014, Gelin Ferrari seçeceğiz. Sizi yaramazlar. I'd suggest you box this lap. Your front wing's broken. Alright, just switch everything off. Bence bu oyunu yapılmaz. Kitabım. Hayır. Bunun için istedim. Mercedes. Yes. Başka bir oyun. Alright, just switch everything off. I'd suggest you box this lap. Your front wing's broken. Alright, just switch everything off. İşte gelir hani. Yaşaydı. Maşın gelmedi. Ben de bu
Terör boşacak. Alright, just switch everything off. Cansız Allah'ın diye ahkede zemine. Mercedes. I'd suggest you box the slap. Your front wing's broken. Yes, ne? Sonra canım. Ve bu vaxt уже video qurtarır. Sizə zəhmət olmasa deyim. Mənə zəhmət olmasa skinim budur. Adım Antonelli'dir. Antonelli elə deyil. Adım mənim belədir. Yadına saxlayın. Dostluq üçün əlində zəhmət olmasa. Mənim adım belədir. Belə yazın çıxacaq. Və buna qədər video qurtarır. Və gəlin biz bu sağollaşaq. Kanala abone olun və like atın. Eğer bu videonu beğendiyse o bir dostlarınızla da paylaşın. Onlar da bana abone olsun. Zahmet olmasa ne olur abone olun. Ben bacımı 10 abone oldururum. Benim 27 abonem var. Onun 37 abonesi var. Zahmet olmasa abone olun. Bye bye.